Aha. Deməli, baxırıq burada 43-cü suala. 43-cü sualda bizə deyir ki, şəkildəki kimi bağlanmış cisimlərin kütlələri M1 bərabərdir 3M-dir, M2 bərabərdir M-dir. Sərbəst buraxıldıqdan sonra sistemin A təcili ilə hərəkət etməyə başlayır. M1 kütləli cisimə təsir edən sürtünmə qüvvəsi nəyə bərabərdir? Deməli, bizə burdan sürtünmə qüvvəsini deyir tapmaq lazımdır. Biz öncə baxaq burada məsələyə. Görürük ki, buradan ip buraxılsa, demək ki, bu cisim aşağıya doğru gələcək. Bu cisim də belə sağa doğru hərəkət etməyə başlayacaq. Hər iki cisim üçün hərəkət tənliyini yazsaq, yəni Newton ikinci qanununu yazsaq, belə yazarıq. Deməli, ikinci cisim aşağı hərəkət elədiyindən yazırıq ki, M2A bərabərdir. Aşağı yönələn qüvvə burada mg ağırlıq qüvvəsidir. M2J çıxılsın. Yuxarı istiqamətdə isə burada ipdə gərilmə qüvvəsi yaranır. Və bilirik ki, burada yaranan gərilmə qüvvəsi ilə bu ipdəki yaranan gərilmə qüvvələri bərabərdir. İndi ikinci cisim üçün yazırıq bunu. Deməli, bu cisim sağa doğru, daha doğrusu birinci cisim üçün yazırıq. Birinci cisim sağa doğru hərəkət edəndə burada belə sürtünmə qüvvəsi yaranacaq. Gərilmə qüvvəsi də bu istiqamətdə yönələcək. Onda M1A yazırıq, bərabərdir. Əvəzləyici qüvvə bərabərdir. Əvəzləyici qüvvə istiqamətində yönələn qüvvə, yəni T çıxılsın F sürtünmə. T çıxılsın F sürtünmə. Neyniyək burada? Hər iki tərəf-tərəfə toplaya da bilərik. Gərilmə qüvvələrimiz bizə lazım deyil. Yaxud da birincidə gərilməni tapıb ikincidə yerinə də qoya bilərik. Eyni ifadədir əslində. Yəni tapıb yerinə qoyaraq məsələni uzatmayaq, eləcə bərabərləşdirək. Bərabərləşdirək, üzr istəyirəm, tərəf-tərəfə toplayaq. Toplayırıqsa belə olur onda. A-nı çıxardaq mötərizə xaricinə. M1 üstə gəlinsin M2 bərabərdir. M2J üstə gəlinsin. Çıxılsın T, üstə gəlinsin T, çıxılsın F sürtünmə. Belə yazdıq. Davam edirik. Deməli, A M1 üstə gəlinsin M2 bərabərdir. Bu gərilmənin biri müsbətdir, biri mənfidir. Bunlar getdi, bərabərdir M2J çıxılsın F sürtünməyə. Qiymətləri yerinə qoysaq, A vurulsun. M1 üstə gəlinsin M2 3M, M1 üstə gəlinsin M2 3M M4M bərabərdir. M2J'miz, deməli M2'miz neçədir? M-dir, J'miz də 10'dursa 10 M çıxılsın F sürtünmə. Bizdən buradan A-nı soruşur, elə? Yoxsa sürtünməni soruşurdu. A təcili ilə hərəkət eləyir. Sürtünməni soruşur. Deməli, F sürtünmə bərabərdir. F sürtünmə bərabərdir. Deməli, 10 M çıxılsın 4 M A. Buradan da F sürtünməmiz bərabərdir. M-i mötərizə xaricinə çıxartsam 10 çıxılsın 4 A-ya. J-ni J olaraq da saxlaya bilərik. A 10 da qoya bilərik. Burada qiymətin 10 verib deyə elə onu da yerinə qoymuş olduq. Bu belə. Sonra baxıram növbəti suala. Davam edirik. Deməli, 44-cü suala baxaq. 44-cü suala baxaq. Deyir ki, üfüqi səthi üzrə hərəkət edən cismin təcilinin təsiri ilə üfüqi dartı qüvvəsi asılı qrafik verilmişdir. Cismin A nöqtəsinə uyğun vəziyyətdə təsir edən sürtünmə qüvvəsini və dartı qüvvəsini müəyyən edək. A nöqtəsinə uyğun dartı qüvvəsini də sürtünmə qüvvəsini də müəyyən edək. Edək. Birinci buralardan biraz özümüzə yer açaq, sonra davam edək. Deməli, birinci nəyi tapaq? Biz burada birinci tapaq nəyimizi? Baxıram ki, birinci cisim təcilimiz nə olub? Bağışlayın. Birinci hissədə görürük ki, burada təcilimiz 0 olub, amma dartı qüvvəmiz olub 20 Newton. Buradan görürük ki,
Cisimə qüvvə təsir eləyib, amma cisim belə deyək də təcillə hərəkətə başlamayıb. Demək ki, burada cisimimiz, yəni dartı qüvvəmiz bərabər olub sürtünmə qüvvəsinə. Deməli bizim F dartımız bərabər olub F sürtünməyə, o da bərabər olub 20 newtona. Demək ki, bizim A vəziyyətinə uyğun sürtünmə qüvvəsini soruşur. A vəziyyətinə uyğun sürtünmə qüvvəmiz elə 20 newton olacaq. Bunu tapdıq. İndi A vəziyyətinə uyğun A vəziyyətinə uyğun təcili tapsaq, deməli hər iki tənliyə görə, hər iki hala görə, yəni təcilin 5 olan anına görə də, təcilin 7 olan anına görə də biz Newtonun ikinci qanununu yazırıq. Deməli, təcil 5 olan ana görə yazırıq ki, yəni niyə görə yazırıq? Çünki biz burada dartı qüvvəsini təcilimiz məlumdur. Dartı sürtünməni tapmaq üçün, daha doğrusu sürtünmə verib dartını tapmaq üçün bizə burada kütlə lazımdır. Amma kütləmiz də yoxdur. Birinci hissədə burada bizə uyğun bütün qiymətlər var. Ona görə biz oradan rahatlıqla kütləni tapa bilərik. Deməli yazırıq ki, F1 birinci üçün yazıram da, yəni 5 olan an üçün, təcilin 5 olan an üçün bərabərdir. F sürtünmə üstə gəlinsin MA1. Buradan M-i tapaq 6 olur. M-i tapanda gəlin hesablayaq tapaq yaxşı. F1-imiz neçədir? 20 bərabərdir. F1-imiz 50-dir. F sürtünməmiz 20, üstə gəlinsin. M-mizi bilmirəm neçədir, A-mız da ki 5-dir. Bu 20 keçir bu tərəfə olur 30 bərabərdir, M vurulsun 5-ə. Buradan da M də bərabərdir 6. M-in 6 olduğunu tapdıq. Artıq bilirik ki, M-miz 6-dır. Bununla işimiz yoxdur indi. Yazdıq qıraqdan. İndi ikinci hal üçün yazsaq, necə yazarıq? F2 bərabərdir, F sürtünmə üstə gəlinsin. MA2. İkinci üçün yazırıq. F2-miz burada bilmirəm neçədir. Elə bizə də F2 lazımdır. Bərabərdir. F sürtünməmiz bilirik. Əvvəldən yazmışıq ki, 20 newtondur. Üstə gəlsin. M-imiz tapdıq ki, 6 kiloqram kütləli cisimdir. İkinci təcilimiz də ki, 7-dir. 6-dan 7-in 42, üstə də 20 gəlirəm. Bu da eləyir 62 newton. Sonra baxıram 45-ci suala. 45-ci sualda deyir ki, üfüqi səthi üzrə düz xətlə hərəkət etdirilən kütləsi 10 kiloqram olan cismə təsir edən sürtünmə qüvvəsinin dartı qüvvəsinin asılılıq qrafiki verilmişdir. Qrafikin A nöqtəsinə uyğun cismə təsir edən sürtünmə qüvvəsinin qiymətini və təcilini hesablayaq. Bu məsələdə digər məsələyə oxşardır. Burada da yazırıq ki, daha doğrusu baxırıq ki, birinci hissədə ümumiyyətlə dartı qüvvəsinin qiyməti artır. Artıq elə bir yerə gəlir ki, ondan sonra sürtünmə qüvvəsinin qiyməti, baxın, dartı artır, sürtünmə də artır. Gəlir bu qiymətə çatanda görürük ki, artıq sürtünmə qüvvəsinin qiyməti dəyişmir, dartı qüvvəsinin qiyməti artdıqca sürtünmə qüvvəsinin qiyməti dəyişmir. Demək ki, bizim bu qüvvəmiz 30 newton sükunət sürtünmə qüvvəsinin maksimal qiymətidir. Deməli, bizim sükunət sürtünmə qüvvəmizin maksimal qiyməti 30 newtondur. Yazıram ona görə. F sükunət sürtünmə bərabərdir 30 newton. Yəni burada 30 newtondursa bu nöqtədə, burada da eləcə A nöqtəsində də, yəni artıq bu xətt üzrə olan bütün hissələrdə bizim sürtünmə qüvvəmizin qiyməti dəyişməyəcək, olacaq 30 newton. Bunu bildik. İndi gəlin ikinci hissə üçün Newtonun ikinci qanununu yazaq. Deməli cismin təsir edən qüvvə artır, kütləmiz var, qüvvəmiz var. Belə yazarıq. F bərabərdir, F sürtünmə üstə gəlsin MA. Əslində bilirsiniz də, belədir. Buradan MA bərabərdir, F çıxılsın F sürtünmədir. Yəni F dartı çıxır F sürtünmədir. Bizdən birbaşa F-i soruşur deyil. Mən birbaşa yazdım, F yazdım ona görə də yerinə. Qiymətlərin yerinə qoysaq, bərabərdir. F sürtünməmiz 30 newton, çıxılsın M-imiz 10 kiloqram. A-mızı tapmışdıq. A-mızı tapmışdıqmı? Xeyr, A-nı tapmamışıq. Elə A-nı soruşur da bizdən. Deyirəm, A-nı tapmamışıq. Bağışlayın. F-miz 70, sürtünməmiz 30, bərabərdir M 10, vurulsun A-mız bilmirəm neçədir. Deməli, 70-dən 30 çıxıram 40 bərabərdir 10 A-ya. A da bərabərdir 4 metr bölünsün saniyənin kvadratına. Bu da oldu bizim A-mızın qiyməti. Sonra gəlirəm 46-cı suala. 46-cı suala baxırıq.
Sərtliyimiz var. M1-imiz var, M2-imiz var. F qüvvəsinin təsiri ilə dartırılır. Deyir, yayın uzanmasını hesablayın. Yayın uzanmasını hesablamaq üçün biz birinci olaraq burada yaranan bu qüvvəni hesablamalıyıq. Baxaq görək qüvvəni necə hesablamaq olar. Yenə özümüz üçün biraz burada yer yaradaq, hesablayaq. Yazıram. Bu dəfə elə birbaşa yazmayaq. Yaxşı. Deməli, MA bərabərdir. Bu F qüvvəsi bu tərəfə doğru hərəkət edir. Bunu görürük. F çıxılsın. İndi burada hərəkətin burada da bir dənə əksinə doğru, burada da bir dənə sürtünmə yaranacaq, burada da bir dənə sürtünmə yaranacaq. Onları sürtünmə qüvvələrini toplayacaq. Niyə? Çünki sağ tərəfə təsir edən qüvvə F-dir, sol tərəfə də hərəkətin əksinə təsir edən qüvvə də sürtünmə qüvvələridir. Belə deyək də, F sürtünmə 1 üstəgəlsin F sürtünmə 2 kimi yazacaq. Çıxılsın. Amma birbaşa qiymətlərin yerinə qoyaq da. F sürtünmə birimiz qiymətlərin yerinə düsturlarını mü 1 M 1 J çıxılsın mü 2 M2 J. Aha. Deməli, indi qiymətlərin yerinə qoysaq, M-imiz 46 əvəzləyici qüvvə ilə yazmışıqsa, bunların kütlələrini toplayırıq. M1-imiz 20-dir, M2-imiz 10-dursa, 30 A bərabərdir. 140 çıxılsın. 0,10-da 2 vurulsun 20 vurulsun 10 çıxılsın. 0,10-da 4 vurulsun 10 vurulsun 10. Aha, bunu hesablasaq 30 A bərabərdir. 140 çıxaq. Deməli 40 çıxılsın. Çıxılsın 40 elədir ki bu. Harada səhv elədik? M2-imiz 0,4. M2-imiz də 0,4. M2-imiz 10 idi, tamam. M2-imiz 0,4-dür. Dəqiqə. Qiymətlərini bir də baxın. M1 20, M1. M1, M1 20 vuraq 0,2 vurulsun. J'imiz 10-dur. Çıxılsın. Bu niyə çıxılsın? Bu üstə gələkdir. Aha. Üstə gəlsin. M1, M2. Aha. Hə, indi hesablayaq. Deməli, burada elədi 40. Üstə gəlinsin. 40. Deməli, 30 A bərabərdir. 80. 140-dan da 80 çıxıram. 60. A da bərabərdir. 2-ni aldıq. Aha, biz burada deməli təcillimizin 2 olduğunu aldıq. Bunu bilirik. İndi bizdən nə soruşur da? Deyirdi ki, yayın uzanmasını hesablayın. Hesablayaq. Buranı pozan. Uzanmamızı da hesablayaq indi. Deməli, aha, burada yaranan bir dənə gərilmə qüvvəsi, yəni gərilmə qüvvəsinə biz elə Kx deyirik. Kx bərabərdir. Kx buradan bərabərdir. Yenə belə yazırıq da, MA bərabərdir. Kx çıxılsın F sürtünmə. Yenə çünki F qüvvəsi bu tərəfədir. MA bərabərdir. Kx çıxaq F sürtünmə. Birbaşa Kx-i tapıramsa, F sürtünmə üstə gəlinsin, M2 A-dır. Biz ikinciyə tətbiq olunanı soruşur. Buradan da tapırıq uzanmanı, X-i. F sürtünmə, artıq F sürtünmənin qiymətini bayaqlarım hesablamışdıq, eləmişdik 40. Üstə gəlinsin, M2 10-dur, A-mızı da 2 tapdıq, elədi 20. Bölünsün K, K-nın da qiyməti 600-dür. Bu da bərabər olur 600-də 60. Bu da eləyər 0,1. Bunun da qiyməti elədir 0,1. Bu da belə. Sonra növbəti suala baxaq.
47-yə. 47-ci sualda bizə deyir ki, cisimlərin sürtünmə qüvvələri təsir edir. Müxtəlif səthlərdə düz xətt üzrə tormozlanan cisimlərin proyeksiya monastik qraf verilmişdir. Aha, deyir sürtünmə 1-in sürtünmə 2-yə olan nisbətini hesablayaq. Hesablayaq. Baxıram ki, bu cisimlərin başlanğıcda sürətləri bərabərdir. Yalnız sürtünmə qüvvəsi də təsir edirsə bu cismə, deməli bu cisimlərin F sürtünmə bərabərdir MA yazırıq. Yalnız sürtünmə qüvvələri təsir elədiyindən F sürtünmə bərabərdir MA yazırıq. Və A-nın düsturunu yazaq. A bərabərdir V minus V0 bölünsün T-dir. Görürəm ki, bunların başlanğıc sürətləri də A-nın başlanğıc sürəti də eynidir, son sürəti də eynidir. T-ləri fərqlidir. Yəni A ilə T necə mütənasib, tərs mütənasibdir. S ilə də A düz mütənasibdir. Deməli sürtünmə F ilə A. Sürtünmə ilə A düz mütənasibdir. Onda T tərs mütənasibdir. Sonda belə yazarıq. F sürtünmə 1-in F sürtünmə 2-yə olan nisbəti bərabərdir. Baxın, A ilə düz asılı olduğundan, A da T ilə tərs asılı olduğundan T2-nin T1-ə nisbəti yazaram. T2-miz uyğun zaman 8-dir. T1-imizə də uyğun zaman 5 olduğundan bunun cavabı eləyir 1,6. Bu da hazır. Sonra baxırıq 48-ə. Deyir ki, yalnız sürtünmə qüvvəsinin təsiri altında hərəkətdir. Sürtünmə zaman asılı qraf vermişdir. Sürtünmə əmsalını hesablayın. Bizdən də burada sürtünmə əmsalımız deyir. Hesablayaq. Gəlin birinci biz burada təcilimizi tapaq. A bərabərdir delta V bölünsün delta T'dir. Bunu bilirik. Sürət dəyişməmiz 6-dan 3-ə 3 eləyir. Zaman dəyişməmiz də 1 eləsək. Sondan başlanğıc çıxırıq. Amma olsun sürtünmə əmsalının skalar kəmiyyəti olduğundan, yəni o mənfisi olmur da. Sonda onun üstünə müsbət götürəcəyik. Təcilimizi ona görə də 3 yazıram. Yəni əslində təcilimizin qiyməti -3-dür. Belə deyək də yaxşı. Modulunu götürək. Aha, sürtünmə əmsalını hesablayın. A bərabərdir müj-dən, mü də bərabərdir A bölünsün J-dən, 3 bölünsün 10. Bu da eləyər 0,3. Sonra baxıram 49-cu suala. Deyir ki, burada üfüqi səth, sürtünməsiz üfüqi səth üzərində qoyulmuş kütlələri M1 10 kq, M2 15 kq olan cisimlər sistemə təsir edən maksimal qüvvə 150 Newton olduqda M1 və M2-yə nəzərən sürtünməyə başlayır. Bu cisimlər arasındakı sürtünmə əmsalını hesablayın. Deməli, cisimlər arasındakı sürtünmə əmsalını hesablayaq. Nə etməliyik? Birinci yenə cisimə təsir edən qüvvələrimizi yazaq. Deməli, F bərabərdir M1. Birinci təcil tapaq, üstə gəlsin M2, vurulsun A-ya. Buradan A-mız bərabər olar. F-imiz 50-dir, M1 üstə gəlir, M2-miz də 25-dir. A-mızın qiymətini aldım ki, 2-dir. Deməli, bu cismə təsir eləyən təcil 2-dir. Yəni, ümumiyyətlə, bu cismin hər ikisinə o zaman təsir eləyən təcil 2-dir də, belə deyək. Təcilimiz 2-dirsə, yenə bayaqki düsturla mü bərabərdir A bölünsün J düsturundan, yaxud da lap onu deməyək, MA bərabərdir MG düsturundan da eləsək, eyni düstur alınacaq. Mü bərabərdir A bölünsün J düsturundan, 2-ni də ona bölülən, bu da eləyər 0,2. Bu da eləyər bizim sürtünmə əmsalımızın qiyməti.